İkinci, mütləq suyun növləri. Mütləq suyun növləri aşağıdakılardır. Ya göydən yağır, yağış suyu, ya yerdən axır, axar su, yaxud da nə göydən yağır, nə də ki yerdən axır. Nə göydən yağan, nə də ki yerdən axan su iki qisimdir. Kür su təxminən 384 litrdir. Qəlil su 384 litrdən azdır. Diqqət! Su ya göydən yağır, ya yerdən axır, yaxud da nə göydən yağır, nə də ki yerdən axır. Göydən yağan suya yağış suyu, yerdən axan suya axar su deyilir. Nə göydən yağan, nə də ki yerdən axan su axarı olmayan sudur. Belə bir suyun həcmi əgər 42,7/8 qarış, təxminən 384 litr olsa, kür su. Əgər bu həcmdən az olsa, qəlil su adlanır. 3. Mütləq suyun hökmləri. 1. Mütləq su napak bir şeyi paçlayır, paklayıcıdır. 2. Qəlil sudan başqa, əgər mütləq suyun digər növləri nəcasət ilə təmasda olub, rəngi, iyi və dadı dəyişməsə, paçdır. 3. Mütləq su ilə alınan dəstəmaz və edilən güsül düzgündür. Diqqət! Bir suyun mütləq su sayılması üçün şəri meyar, ürfdə, cəmaatın nəzərində onun su adlanmasıdır. Odur ki, bəzən suda duzun çoxluğu onun mütləq su hesab olunması üçün maneə yaratmır. Beləliklə, Urmiyyə gölü kimi suyu həddən artıq şor olan göllərdə və ya dənizlərdə napak bir şeyi yumaq, dəstəmaz almaq və qüsl etmək olar. 4. Mütləq suyun qisimlərinin hökmü. 1. Yağış suyu. Əgər yağış, napak, murdarlanmış bir şeyin üzərinə yağarsa, onu pak edər. 2. Kür və axar su 1. Əgər napak bir şey kür və ya axar suya salınsa, bu su həmin şeyi paklayar və suyun özü də napak olmaz. 2. Əgər kür və ya axar suya napak şey salınsa və bu zaman suyun iyi, rəngi və ya dadı, bu üç keyfiyyətdən biri dəyişsə, bu su napak olar və napak şeyləri də pak etməz. Diqqət! Pak etmə baxımından kür su ilə axar su arasında heç bir fərq yoxdur.